Qurban kəsəcəksinizsə, bu videonu mütləq izləməlisiniz. Qurban bayramı günlərində hər birimiz bu müqəddəs ibadəti yerinə yetirərkən heyvan rifahını, insan sağlamlığını və ümumi ictimai gigiyenanı qorumaqla məsuliyyət daşıyırıq. Küçələrdə, yol kənarlarında, həyətyanı sahələrdə aparılan qanunsuz heyvan kəsimi nəinki qida təhlükəsizliyinə, həm də ətraf mühitə ciddi təhlükə yaradır. Heyvanlar yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində baytar nəzarətindən və sanitariya-gigiyena qaydalarına uyğun şəkildə kəsilməlidir. Hər kəsim məntəqəsində fasiləsiz su təminatı, tibbi müayinədən keçmiş işçi heyəti, təmiz və xüsusi geyimlər, zərərvericilərə qarşı qorunma tədbirləri, dezinfeksiya prosesi vacib şərtlərdəndir. Qanunsuz heyvan kəsimi ilə qarşılaşdığınız zaman 1003 çağrı mərkəzinə zəng edin.